Değerli izləyicilərimiz, növbəti bir şirkətin cinayət işi ilə sizi tanış edirəm. Hoş bir dənə əl vursam düşəcək üstümüzə. Beləliklə gördüyünüz kimi burada sanitar qovşağıdır və sanitar qovşağının tavanı, yəni tavanda olan alçıpan elementi adəti üzrə profillərlə yox, gipslə tavana bərkidilmişdir. Və xüsusilə diqqətinizə çatdırmaq istəyirəm ki, bu Instagram və Facebookda Yay kampaniyası adı altında bir kvadratı 280 manatdan başlayan premium mənzillərdən biridir. Bircə Styopa lazımdır ki, əli yəni getsin avtofaya çatsın. Yəni avtofanın yeri yoxdur. Yəni avtofanın yeri var, amma deyə buradır. Bu layihəyə baxanda məni maraqlandıran bir sual var. Görəsən bunu çəkən dizayner və icra edən santexnik hansı orqanları ilə düşünüblər? Mənzilin divarları gördüyünüz kimi sanki su çiçəyi xəstəliyinə tutulmuşdu və bu problem mənzilin bütün divarlarında, həmçinin tavanında öz əksini tapıb. Çox dəyərli izləyicilərimiz, sizin diqqətinizi divarlarda olan elektrik naqillərinə yönəltmək istəyirəm. Beləliklə gördüyünüz kimi bu elektrik naqilləri fərqli firmalara aid olan kusoklardan ibarətdir və bir elektrik naqilinin üzərinə izolyasiya üçün kağız skoçla bağlanıb. Yəni çox düşünmək lazım deyil mənzillərdə yanğın olarkən ki, nədən baş verdi? Baxın, bu kimi şirkətlərin və bu kimi ustaların ucbatından insanların evlərində yanğın olur və yanğın səbəbindən insanlar tələf olur. Bütün bağ sudur bura. Buna bak. Vay 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 vay. Buna bak. Hələ vursan sussan Allah buna bak. Aşağına görə durulmuş. Buna bak buna bak. Dəyərli izləyicilərimiz, mənzilin bəzi divarları çöl divarı olduğundan və digər divarları isə daxili divar, sanitar qovşağının divarları olduğu üçün izolyasiya məsələlərinə önəm verilmədiyi üçün içəridə olan su sızıntıları və digər divarın içərisində olan su sızıntıları hamısı divarın əks tərəfində bax bu formada rütubət və nəmişlik şəklində özünü göstərmişdi. Mən bilmirəm nə olacaq. Buna bak, bu nədir ya? Hamısı kif içindən. Kif içində su. Hələ yenə də su var abi. Bunu biz vay vay vay. İndi bu divarlar başqalar hamısı belədir. Mən belə başa çıxıram.